Salam, sizinlə mən tərcüməçi Polad. Ümumiyyətlə, istənilən halda tərcümə sahəsində olan insanlar və yaxud dil öyrənmək istəyən insanların adətən məndən soruşduqları bir problem var. Yəni bu problemlərlə hər zaman qarşılaşdıqlarını söyləyirlər. Xüsusilə də universitetlərdə dərs dediyim zamanlarda da bu suallara rastlaşırdım və hal-hazırda da xüsusilə tərcümə sahəsinə, yəni şifahi tərcümə sahəsinə, sinxron və yaxud ardıcıl tərcümə sahəsinə girmək istəyən şəxslər və yaxud dil öyrənmək istəyən şəxslərin maraqlandığı nüanslarla deyirlər, müəllim, ingilis dilində məhz sözlər yadımda qalmır. Öyrəndiyim strukturlar yadımdan çıxır. Kitab oxuyuram, həvəsim olmur, bir səhifəni bitirə bilmirəm. Bunun üçün nə edim? Yəni, bilirsiniz, istənilən halda dil öyrənmək, kitab oxumaq, sözləri yadda saxlamaq üçün gərək insanın həyat tərzi mütləq şəkildə sağlam olsun. Əgər siz gündəlik olaraq yalnız şirniyyat yeyirsinizsə və müəyyən bir idmanla, yəni peşəkar idman demirəm, yəni yəqin başa düşdünüz nə deyirəm, ən azından gəzmək, təmiz havada gəzmək, bunlarla məşğul olmursunuzsa, təbii ki, o zaman, yəni qeyri-sağlam həyat tərzi sürürsünüzsə, beyində inkişaf zəiflədiyi üçün, beyində dumanlı şərait olduğu üçün, xüsusilə də içki içən şəxslər var, yəni elə şəxslər var, yəni həddən artıq çox içki içirlər, alkoqollu içkilər, bu şəxslərdə artıq beyin dumanı yaranır və onlar kitab oxumaqda səbirsizlənirlər, sözlər yadda qalmır, öyrəndikləri söz yaddan tez bir şəkildə çıxır. Bu tamamilə normal şeydir. Yəni dil öyrənməklə paralel şəkildə, mütləq şəkildə həyat tərzinizi sağlam tutmalısınız. Ən azından gəzmək lazımdır, ən azından daha yaxşı olar ki, idman zalına gedəsiniz, bunun təbii ki, üstünlükləri daha çox olacaqdır. Bundan başqa spaya getmək məsləhətdir, buxar otaqlarında 5-10 dəqiqə müvafiq alternativlərlə orada qalmaq çox vacibdir. Bu, beyni və insanın mental vəziyyətini, yəni ruhi vəziyyətini yaxşılaşdırdığı üçün bu birbaşa dilin öyrənməsinə təsir göstərir. Yəni bunlar sinxron baş verən faktorlardır. Yəni dil öyrənmə təkcə bundan ibarət deyil. Yəni paralel olaraq həyat tərzinizi mütləq şəkildə sağlamlaşdırmalısınız. Yəni özünüzə sərmayə qoymalısınız. İnsanın özünə sərmayə qoyması çox vacibdir. Bu nədir? Sərmayə insan özünə dil barədə qoya bilər, yəni müəyyən bir kurslara gedə bilər və yaxud zaman baxımından sərmayə qoya bilər, yəni YouTube-dan və digər proqramlar vasitəsilə ingilis dilini və yaxud digər dilləri gücləndirə bilər və özünə sərmayə eyni zamanda sağlamlıq üzrə sərmayə ola bilər. Bu sərmayələri qoyduqdan sonra biz yalnız